tarixdə yazırlar, bir gün Peyğəmbər salavatullah, Allahın salavat salamı olsun, bir qəbristanlığın yanından keçirdi. Deyir, bir qəbrin yanında dayandı və yanında olan sahabələrə buyurdu ki, əgər bu qəbirdə yatan insan bir gün qayıtsaydı, əgər ona yenidən ömür yaşama, bu həyatı yaşama imkanı verilseydi, sizcə o nə edərdi? Soruşur. Sahabələrdən bəzilər deyir ki, əgər o dünyasını dəyişən günahkar şəklində gedibsə, o tövbə edərdi. Yəni, günahlarının bağışlanmasını istəyərdi. Bəziləri deyir, əgər namaz qılan olmayıbsa, namaz qılardı. Bəziləri deyirdi ki, əgər ibadəti yerində olubsa, məsələn, sədəqə verərdi, qohumlarla əlaqələr, hərə bir söz deyir. Kimin ağlına nə gəlir, yaxşı mənada bunu eləyərdi, onu eləyərdi. Peyğəmbər salavatullah buyurur ki, əgər bu qəbrin sahibi qalxsaydı, qayıtsaydı, ona bir kəlmə, bir söz de şansı, imkanı verilseydi ki, bizə nə deyirsən, o deyərdi ki, siz sahibisiz. Sizin bizdən fərqiniz odur ki, siz bu ömrü yaşayırsınız və bu yaşadığınız ömürdə dəyərli, qiymətli, mənalı vaxt keçirə bilərsiniz. Amma bu neymət bizim əlimizdən çıxıb. Fərqimiz bundadır ki, siz yaşayırsınız, amma bizim bu fürsət əlimizdən çıxıb. Yəni, vaxtın, zamanın qədrini bilmək. Vaxt, zaman bu qədər önəmlidir.